Prezidentin istisnasız bütün dövlət strukturlarına eyni dərəcədə ədalətli olmaq tapşırığını verməsi növbəti bir neçə il ərzində ölkənin siyasi-iqtisadi mənzərəsinin sözün əsl mənasında dəyişəcəyinə dair ümid vəd edir. Dövlət başçısı çıxışı zamanı kiçik və ya böyüklüyündən asılı olmayaraq istənilən məmurun qanunsuz fəaliyyətləri məhdudlaşdırmalı olduğunu bildirir. Hər bir rəhbər vəzifədə çalışan şəxs, hər bir məmur təvəzzükar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə həm öz nüfuzunu itirirlər, eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşdur. Millət vəkili Bəhruz Məhərrəmov dövlət başçısının tapşırıqlarından sonra məmur özbaşınalığının qısa zamanda aradan qalxacağına əmin olduğunu, lakin bunun üçün səlahiyyətli şəxslərin öz vəzifələrini vicdanla yerinə yetirməli olduqlarını deyir. Dövlət başçısının bu tezisləri kifayət qədər perspektivli və uğurlu hesab oluna bilər. Çünki cənab İlham Əliyev nitqini nəzəri əsaslar üzərində yox, ötən dövrdən müşahidə olunan, xüsusən problemli istiqamətlərdən müşahidə olunan təcrübə üzərində qurub. Xüsusən dövlət başçısının biz nitqinə ümumiləşdirsək, görərik ki, cənab İlham Əliyev ötən dövrdə müşahidə olunan problemləri iki istiqamətdə qruplaşdırır. Birincisi, bölgələrdə ayrı-ayrı məmurların korrupsiyaya düçar olması və öz fəaliyyəti, digər tərəfdən isə mərkəzdən, ayrı-ayrı dövlət orqanlarından, mərkəzi hakimiyyət orqanlarından və yaxud dövlət aparatından daxil olan qanunsuz göstərişlər. Hansı ki, bu göstərişlər dövlətin yox, birbaşa həmin məmurların özlərinin mənafilərinə xidmət edib. Cənab İlham Əliyev bu tezisləri səsləndirməklə əslində göstərmiş oldu ki, dövlət bugünə qədər müşahidə olunan və müəyyən mənada nəzarətdən kənara çıxa bilmiş bu kimi mənfi tendensiyalara bundan sonra imkan verməyəcək.